Salam əziz abituriyentlər, xoş gördük hər birinizi. Bugünkü imtahan suallarının izahını paylaşacağım sizinlə. Mən B variantını izah edirəm öz şagirdim Sevinç Əlizadənin testləri üzərində. Deməli, birinci sualda qeyd olunub ki, hansı cərgədəki sözlərin hamısında isə köməkçi sözü idi köməkçi sözündən, yəni hissəcikdən sonra artırılıbdır. Yazdısa, burada bilirsiniz, D şuhidi keçmiş zamandır, anı çıxırsınız. Çünki idi olmalıdır, sonra isə olmalıdır. Oxuyarlarsa, ümumiyyətlə burada idi yoxdur. Bilərdisə, sözün kökü bilmək, bilər qeyri-qəti gələcək. Bu D idi, sada isənin qısaldılmışı. Eşidirdisə, eşitmək sözün kökü, eşidir indiki zaman şəkilsi, indiki zaman şəkilsindən sonra gələn idi. Burada isədəki sasədir. İdi hissəci, daha sonra sasə. Oturacaqdısa, sözün kökü oturmaq, oturmaqdan oturacaq, oturacaqdı idi, oturacaqdısa, bu isə isədir. Deməli, cavabımız olacaq C variantı. D variantında, baxın, siz çaşdıra bilər. Burada da yazacaqdısa, görmüşdüsə uyğun gəlir, amma aldısa uyğun gəlmir. Çünki burada aldı şuhididir. Sasə artıq burada isədir, amma bu şuhididən sonra artırılıb. Bizdə şərtdə isə ididən sonra artırılmasını istəyirdi. Y variantında da bax görürsünüz, heç idi yoxdur. Ona görə yeni də çıxa bilərdiniz. Gəlirik indi, deməli, doğru cavabımız olacaq C variantı. İkinci suala baxaq. Söz birləşməsinə əsasən uyğunluq. Baxın, sizdən uyğunluq istəyir. Gərginliyin nəticəsi, gərginlik sözü gərmək feilindən gərgin, gərgindən gərginlik, gərginliyin nəticəsi. Yəli kal, bu da mənsubiyyət şəkilçisi sadə söz. Oxuyanların biri, oxuyanlardan biri feili sifətdir. İsimə aid gördüyümüz kimi cəm və hal şəkilçisi qəbul edib. Biri də saydı. Böyüklərin duası böyüməkdən böyük düzəltmədir. Bu da isimə aid şəkilçi qəbul edib cəmlə hal şəkilçisinin. Duası sözü isə sadədir. İndi bizə deyir hamısına aiddir, yalnız ikisinə aiddir. Baxaq görək, aslı tərəfi yəlik halda olan isimlə ifadə olunubdur. Bu ancaq bir dənəsinə aiddir. Gərginlik sözündən bağlı. Çünki oxuyanlar feili sifətdir, böyüklər özü isə sifətdir. A variantını mən heç birinə yaza bilmirəm. Çünki şərtdə məndən tələb etdi. Ya yalnız hamısına aid olsun, ya hamısına aid olsun daha doğrusu, ya da ikisinə aid olsun. Ona görə A-nı çıxırıq. Tərəflər quruluşca sadədir. Tərəflər burada oxuyanların biri. Bu söz birləşməsində ancaq oxuyanlardan biri daha doğrusu. Burada tərəflər sadədir. O birisilərdə gərginlik gördüyümüz kimi düzəltmədir, böyüklər də düzəltmədir. Ona görə B variantında çıxırsınız. Rahat olmaq üçün A və B variantlarını bütün variantlardan çıxa bilərdiniz. Rahat tapmaq üçün. Heç o birisilərə baxmadan cavabı tapa bilərdiniz. Amma izah edim mən sizə. Birinci tərəfi isimə aid qrammatik şəkilçi qəbul etsə də isim deyil. Bu ikisindən bağlı doğru fikirdir. Çünki oxuyanlardan və böyüklər sözü isimə aid baxın. Cəm, hal. Bu cəm, hal şəkilçisi qəbul edib, amma isim deyil. Bu feili sifətdir dediyimiz kimi, bu isə sifətdir. Və C variantını 2-yə qeyd edəcəyik. Gedək digər variantlara. Mübtədanın ifadə vasitəsi kimi işlənilə bilən. Mübtədanın ifadə vasitəsi kimi ümumiyyətlə bunlardan hər birini biz mübtədanın ifadə vasitəsi kimi işlədə bilərikmi? Bəli, işlədə bilərik. Cümlədə kontekstdə işlənmə mövqeyindən asılı olaraq. Deməli, D-ni 1-ə qeyd edə bilərik. Baxırıq, burada Y variantı qaldı. Kökü feil olan düzəltmə söz işlənmişdir. Kökü feil olan, baxın, gərməkdən gərgin, bunu qeyd etmişik. Böyüməkdən də böyük, bu da kökü feildir və düzəltmədir hər ikisi də. Deməli, bu da 1 ilə 3-cüyə gedən doğru cavabdır. Yəni, ikisinə gedən doğru cavabdır. Ona görə yeni yazırıq burada. 1-ə deyik ki, C-yə doğru cavabımız olacaq C variantı. Keçək doğrudur. Keçək 3-cü testdə uyğunluğu müəyyən edin. Feili sifət tamamlıq vəzifəsindədir. Hərəkətin tərzini bildirən feili bağlama işlənmişdir. Məstər zərflik vəzifəsində işlənibdir. Gülümsəyib üzümə baxdı, nə etdi, baxdı, nəyə baxıbdı, üzümə baxıbdı, necə baxıb, nə tərzdə baxıb, gülümsəyib baxıb. Deməli, baxın, feili bağlamadır və tərs məzmunu ifadə edir. A-nı yazırıq bura. Deyiləni kiçik eşidər, eşidər, nəyi eşidər, deyiləni, deyilən feili sifətdir. Gördüyümüz kimi, bax, feili sifətdir, tərkibi demir. Tamamlıq vəzifəsindədir, B doğru yazıbdır. C-yə baxırıq. Bahar yaxınlaşdıqca təbiət canlanır.
canlanır. Nə edir canlanır, nə təbiət, nə zaman bahar yaxınlaşdıqca. Burada feili bağlama var, amma feili bağlama zaman məzmunu ifadə edir. Ona görə C-ni o dəqiqə çıxardı. Bütün variantlardan baxın. C-ni bütün variantlardan çıxsaydı sizin rahatça variantınız göz qabağında olardı. Əli Bakıya işləməyə gəlmişdi. Baxın biz demişdik ki, məstər, maq, üstəgəl, yönlük hal olanda, A-ə olanda bu məqsəd zərfliyidir. Və məqsəd zərfliyi vəzifəsində işlənibdir. Bunu da yazacağıq. D-ni bura. Məclisdəkilər susmağı daha üstün tuturdular. Burada da bizim məstərimiz var. Amma buradakı məstər tamamlıq vəzifəsindədir. Yeni də çıxırıq. 1-ə B, 2-ə A, 3-ə D. Doğru cavabımız olacaq Y variantı. Keçirəm növbəti suala. Hansı cümlədə işlənən ədat başqa nitq hissəsi ilə amonimlik təşkil edir? Ədat olsun və başqa nitq hissəsindən amonim olsun. Mühəndis Həsənov düz 2 saat idi ki, izahat verirdi. Baxın, düz burada nədir? Ədatdır. Və bu ədatımız bildiyimiz kimi isim düz var, sifət düz var. Məsələn, muğam düzü, mil düzü, düz söz, düz danışmaq, zərf kimi var. Deməli, bu əsas nitq hissələrindən amonimdir. Biri götürürsünüz. Biz səninlə tamamilə razıyıq, hörmətli həmkar. Burada səninlə qoşmamız var, ədatımız yoxdur. 2-ni çıxırıq. Qoy ürəyindəkiləri söyləsin, onda rahatlıq tapar. Bax, burada qoy bizim ədatımızdır, əmr ədatıdır. Feillə qrammatik amonimdir. 3-ü götürürük. Di tərpənin. Burada di ədatdır, amma bunun amonimi yoxdur. 4-ü çıxırıq. Dostum, yəni bunu da bilmirsən. Yəni burada gördüyümüz kimi sual ədatıdır və yəni aydınlaşdırma bağlayıcısından amonimli xüsusiyyətinə malikdir. 5-i də götürürük. 1, 3, 5 cavabımız olacaq C variantı. Keçirəm növbəti suala. Tün qara hərflərlə verilmiş sözlərə aid fikirlərin ardıcıllığını müəyyən edin. Bizdən ardıcıllıq istəyir. Sən vurğunu olma şirin dillərin, sözündə ötkəm ol, ağlında dərin. Sən gözəl qızsan bizim ellərin, almamsan, heyvansan, narımsan qızım. Baxın, sən vurğunu olma şirin dillərin. Dillərin burada nədir? Yəlik hallı ümumi isimdir. Düzdürmü? Birinci 3 gələcək. Doğru qeyd edib şagirdimiz. Ötkəm ol. Ötkəm ol əmr şəklində olan bizim mürəkkəb feilimiz. Daha sonra 5 gələcək. Aha, doğrudur. Sonra gözəl sifətdir. Sadə sifətimizdir. Daha sonra bu gələcək. Bizim sözü bizim yəlik hallı şəxs əvəzliyimizdir. Yəlik halda olan şəxs əvəzliyimizdir. Deməli, sonra gələcək yəlik halda olan hal şəkilçili əvəzliyimiz 2 gələcək. Axırıncı da heyvamsan, mənim heyvamsam isimdir. Mənsubiyyət şəkilçisi qəbul edib. Heyvam, mənsubiyyət, heyvamsan, şəxs xəbəri. Deməli, 3, 5, 1, 2, 4 cavabımız olacaq A variantı. Doğrudur. Keçirik növbəti sualımıza. Budaq cümləni baş cümləyə bağlayıcı sözlə bağlanın. Bağlayıcı söz nə idi? Öz sualıq funksiyasını itirən sual əvəzlikləri idi. Zərnigar xanım da, Salatın da başa düşdük ki, burada ki bağlayıcı ilə bağlanıb. A-nı çıxırıq. Kiminlə işləmək istəyirsənsə, onunla da danış. Baxın, kiminlə işləmək istəyirsənsə sual əvəzliyidir, sualıq funksiyasını itiribdir və bağlayıcı sözdür. Cavabımız olur B variantı. Birinci budaq cümlə gəlir, sonra baş cümlə. Burada çünki bağlayıcı ilə bağlanıb, deyirlər hər ömür bir çaya bənzər. Burada intonasiya ilə bağlanıb. Allah yar gördü ki, burada da tabirlik bağlayıcısından bağlanıb. Cavabımız oldu B variantı. Keçirik 7-ci suala. Uyğunluğu müəyyən edin. Söz kökündəki açıq sait tələffüzdə qapalı saitə çevrilir. Sözdəki qoşa saitlərdən biri tələffüzdə düşür. Sözün tələffüzündə səs artımı baş verir. Səs deyim doğru tələffüz edib. Oxşayır, oxşuyur doğrudur. Mətbəədə ənin biri düşür. Negativ olduğu kimi qalır. Uzanmada yoxdur burada. Təbiətdə də y artırırıq bildiyimiz kimi. İndi gəlin uyğunlaşdıraq. Bizə deyir ki, A-ya baxaq. Söz kökündə açıq sait, tələffüzdə qapalı saitə keçir. Kökdə istəyir, şəkilçidə istəmir. Oxşamaq sözü. Baxın, çoxsu çaşıb burada A-nı götürür, burada şəkilçidə çevrilir. Açıq sait qapalıya. Burada kökdə istədiyinə görə 1-ə B gedəcək. Daha sonra sözdəki qoşa saitlərdən biri tələffüzdə düşür. Gördüyümüz kimi mətbə sözündə eyni cinslərdən biri düşür. 2-yə C gedəcək. Sözün tələffüzündə səs artımı baş verənsə təbiət sözüdür. Burada Y gedəcək. 1-ə B, 2-yə C, 3-ə Y cavabımız olacaq D variantı. Rahat sual idi bu da.
Baxırıq 8-ci sualda. Yazda dağların əriyən qarı üzü aşağı axaraq kürə qovuşur, onun dumduru sularını bulandırırdı. Cümlə üzvləri haqqında doğru fikir istəyir bizdən. Yazda isimlə ifadə olunan zaman zərflidir. Niyə isimlə ifadə olunsun? Əgər dadə şəkilçili söz nə zaman sualına cavab verirsə, biz nə qeyd etmişik? Demişik, yox, nə zaman sualına cavab verirsə, onsuz da o zərfdir. Deməli, yazda sözü zərflə ifadə olunubdur. A variantı səhvdir, çıxıram. Nümunədə 3 cümlə üzvü söz birləşməsindən ifadə olunmuşdur. Nə edir, qovuşur. Nəyə qovuşur? Kürə qovuşur. Nəyə qovuşur? Kürə qovuşur. Kürə qovuşur. Necə kürə qovuşur? Üz aşağı axaraq. Nə kürə qovuşur? Dağların əriyən qarı üçüncünün mübtəda vəzifəsindədir. Nə zaman qovuşur? Yazda qovuşur. Onun dumduru sularını bulandırır. Nə edir? Bulandırır. Nəyi bulandırır? Onun dumduru sularını. Bu da üçüncü nöqtənin söz birləşməsidir və birlikdə tamamlıqdır. Deməli, mübtədamız söz birləşməsindən ifadə olunubdur. Tamamlığımız söz birləşməsindən ifadə olunub. Bir də zərfliyimiz fe'li birləşmə söz birləşməsindən ifadə olunub. Cavab B-dir, doğrudur. Cümlədə sifətlə ifadə olunmuş təyin işlənmişdir. Ümumiyyətlə bizim cümləmizdə təyin yoxdur. Burada əriyən və dumduru sözləri sizə çaşdıra bilər. Bunlar təyin edici sözdür, amma ki təyin vəzifəsində deyil. Çünki üçüncü nöqtənin söz birləşməsinin ortasındadır və biz bilirik ki, onu parçalamaq olmaz. Cümlədə ismi və fe'li xəbərlər var. Bulandırır, nə edir? Qovuşur, nə edir? Nə id köklü suala cavab verəndə fe'li xəbər olur. İsmi xəbər yoxdur. Nümunədə yalnız ismi birləşmək istəyən, bu da səhvdir. Üz aşağı axaraq fe'li birləşmə daxil. Cavabımız oldu B variantı. Keçirik 9-cu suala. Eyler-Venn diaqramına əsasən doğru cavabı müəyyən edin. Sualımızın həcmi böyükdür. Gəlin bunu belə yaxınlaşdıraq. Aha. Bizi deyir ki, can evinə, baxın buradan doğrunu istəyir, düzdürmü? Can evinə sığışmayan arzular, bu dünyada neçə dünya arzular. Aslan bəy anasının yun daradığını görür. Nə edir? Görür. Kim görür? Aslan bəy. Aslan bəy nəyi görür? Anasının yun daradığını. Birinci sintaktik təhlilimizi də. Can evinə sığışmayan arzular, bu dünyada neçə dünya arzular. Nə edər? Arzular. Nə arzular? Arzular. Hansı arzular? Can evinə sığışmayan. Harda? Dünyada nə qədər dünya, neçə dünya arzular? Bu da təyin. İndi baxaq görək. Fe'li birləşmə ilə ifadə olunmuş cümlə üzvü var. Fe'li birləşmə ilə ifadə olunan, baxın, burada can evinə sığışmayan bizim təyinimiz oldu. Düzdürmü? Fe'li sifət tərkibidir. Bu da fe'li sifət tərkibidir. Anasının yun daradığını, bu da fe'li sifət tərkibidir. Bu ikisində də var. Ona görə biri biz hara yazmalıydıq? Ortada. Birin yeri səhvdir. Səhvdirsə, o dəqiqə bir olan variantları çıxırıq gedir. İndi ikinciyə baxaq. Deyir ki, ikincidə bircə saniyə mübtəda ümumi isimlə ifadə olunubdur. Bu birinci aiddir. Arzular. Nə edər arzular? Nə arzular? Ümumi isimlə ifadə olunub. Düzdür. 2-ni götürəcəyik. 3-ə baxaq. Cümlə fe'li xəbərlidir. Arzular nə edər? Görür, nə edir? Ortada verilib və dübbələm düzdür. Hər bir cümlə üzvü söz birləşməsi ilə ifadə olunubdur. İkincini deyir. İkinci cümlə Aslan bəy anasının axı görür xəbərimiz söz birləşməsi deyil. Ona görə 4-ü çıxırıq. 4 səhvdir. İkinci dərəcəli cümlə üzvlərinin hamısı iştirak edibdir. Zərflik yoxdur. Bir dənə tamamlığımız var. Təyinlə zərfliyimiz yoxdur. 5-i də çıxırıq. 5 də səhvdir. Deməli 2-3 cavabımız olacaq D variantı. Gəlirik 10-cu suala. Əlavə hansı cümlə üzvünə aid olmasından bağlı ardıcılığı müəyyənləşdirək və durğu işarələri buraxılıbdır. Səmanın dərinliklərində ağ buludların arasında iki qartal uçurdu. Uçurdu. Harda uçur? Baxın, səmanın dərinliyində ağ buludların arasında. Burada tiri olmalıdır. Afərin. Və gördüyümüz kimi bu yer zərfliyin harada? Səmanın dərinliklərində. Zərfliyin əlavəsidir. Birinci 3 gələcək. Daha sonra o günlərin xatirəsi hələ də bizimlə, qanlı qadalı günlərin canlı şahidləri ilədir. Bizimlədir. Qanlı qadalı günlərin şahidləri ilədir. Bu xəbərin əlavəsi. Sonra xəbər gələcək. Leyli Məcnun operası Üzeyir Hacıbəyovun ölməz əsəri. Bir çox ölkələrdə tamaşaya qoyulub. Tamaşaya qoyulub nə? Leyli Məcnun operası. Müftadanın əlavəsidir. Sonra bir gələcək.
Aşıq Səfər sazı dostunun yadigarını son dəfə əlinə götürdü. Nəyi götürdü? Sazı. Nəyi? Dostunun yadigarını. Deməli, tamamlığımızın əlavəsidir. Axırda da tamamlıq gələcək. 3, 4, 1, 2 cavabımız olacaq B variantı. Keçirik növbəti suala. Feildən düzəlmiş isim hansıdır? Rahat sual idi bu. Baxın, qarışmaqdan qarışıq, qarışıq necə? Sözün kökü başqa şeydir. Sözün hansı nitq hissəsindən düzəlməsi başqa şeydir. Bunu dəfələrlə baxmışıq. Burada sözün kökü qarışmaq feilidir. Qarışmaqdan qarışıq sifəti yaratmışıq. Artıq qarışıqlıq ismi sifətdən düzəlir. Buna görə biri çıxırıq. Bölgə, bölməkdən bölgə. Aha, 2-ni götürəcəm. Döyüşçü, döyməkdən döyüşmək, döyüşməkdən döyüşçü. Baxın, baxıram ki, bu döymək feildir. Döyməkdən döyüş, döyüşmək yox. Döyməkdən döyüş ismi döyüşkən olsaydı, döyməkdən döyüşmək, döyüşməkdən döyüşkən olardı. Amma burada döyməkdən döyüş, döyüşdən isə döyüş ismindən isə döyüşçünü yaratmış oldu. Deməli, burada isimlə yarandı. Düzdürmü? 2-ni çıxırıq. Sərgi sözü, sərməkdən sərgi feildən yaranan isimimizdir. Sayıqlıq sözü, sayıq necə? 5-i çıxır ümumiyyətlə. Ağdan ağarmaq, ağ, ağarmaq, ağarmaqdan ağartı. Bunu feildən yaratdıq. Altında götürürük. 2, 4, 6 cavabımız olur B variantı. Keçirik 12-ci suala. Hansı cümlələrdə qrammatik norma pozulmamışdır deyir. Baxın, pozulmamasını istəyir. Görünür uzaqda kasıb dağmalar. Görünür. Baxın, inversiya varsa qrammatik norma pozulubdur. Düzdürmü? Biri çıxırıq. Biz pozulmayanları istəyirik. Uşağın sifəti qızarmışdı. Burada pozulma yoxdur. Uşaqların çoxu bu barədə bu fikrə etiraz etdilər. Baxın, burada uşaqların çoxu. Bu təkdədirsə, bu cəmdə olmalı deyil. Ona görə bu da təkdə olmalıdır. Burada da pozulubdur normamız. Bizdən normanın pozulmayanlarını istəyir. 3-də pozulub, çıxıram üçün. Uşağı evə gələndə gördülər. Uşağı evə gələndə gördülər. Onlar görübdür. Burada norma pozuntusu yoxdur. Deməli, 4-ü də götürürəm, 2-ni də götürürəm. Səninlə necə danışmalıyam? Burada da heç bir norma pozuntusu yoxdur. Bir neçə illərdir, bir neçədən sonra tək isim gəlməlidir. Amma burada cəm isim verilib, qrammatik norma pozulub. Altını da çıxıram. Deməli, 2, 4, 5 cavabımız olacaq A variantı. Keçirik 13-cü suala. Cərgələrdən birində sözlər amonimlik səciyyəsi daşıyaraq sifət feil kimi işlənə bilər. Baxın, sifət kimi, feil kimi. Min sözü o dəqiqə çıxırıq ki, bunu say və feil kimi işlədə bilərik. Az sözdə azmaq və az say kimi işlədə bilərik. Dolunu isim və sifət kimi işlədə bilərik. Atı isim və feil kimi işlədə bilərik. Dik, baxın, bunu izahlarda həmişə deyirik. Dik sifət kimi, bir də dikmək feil kimi. Sarı rəng kimi sifət, bir də sarımaq feili kimi. Sağ, sağ salamat, sağ insan, necə insan, bir də ki, sağ, sağmaq mənasında cavabımız olacaq Y variantı. Nümunədə buraxılmış durğu işarələrini müəyyən edin. Kişi bu dəfə həm təəccüb, həm də heyrətlə Əhmədə müraciət etdi. Baxın, vasitəsiz nitq dialoqlardadır. Qoşa nöqtə doğrudur. Ay oğul, tiremizi qoyuruq. Ay oğul xitabdır, vergülümüzü qoyuruq. Nə yaman çox danışırsan? Axı sənin nəyin var ki? Burada da sual verir, düzdürmü? Sual qoymaq. Deməli, qoşa nöqtə, bir dənə tiremiz oldu. 2 dənə bizim danışırsan və xitabdan sonra vergülümüz oldu. Bir dənə də sual işarəmiz oldu. Cavabımız olacaq Y variantı. Baxırıq 15-ci suala. Hansı sıradakı sözlərin yeri dəyişdirilsə, cədvəldəki uyğunsuzluq aradan qalxar. Loqaritm düzdür, samavar düzdür. Burada uyğunsuzluq yoxdur. Biri çıxıram, biri o dəqiqə buradan çıxa bilərdiniz. 2-də ekskavator adı burada. Paravozdur. Burada da odur. Baxın, uyğunsuzluq buradadır. 2-ni götürəcəm. Trayektoriya. Burada A olmalıdır. Stomatolog. Burada da O olmalıdır. Deməli, burada da uyğunsuzluq var. Konyon yox, kanyondur. Burada A olmalıdır. Burada isə korrektor O olmalıdır. Deməli, 4-ü də götürəcəm. Konsepsiya düzdür. Bu da qarnizon. Burada da A olmalıdır. Burada da düzdür. Deməli, 5-i də çıxıram. Cavabımız olur A variantı. Baxırıq 16-cı suala. Bizə deyir ki, Eyler-Venn diaqramına əsasən yanlış fikirləri müəyyən edin. Aha, burada sualımızın yarısı burada, yarısı buradadır. Bir də bunu bu cür uzaqlaşdıraq ki, tam görə bilək sualı. Deyir ki, o həmişə deyirdi ki, doğma torpaqlarımızı unutmamalı, onun hər qarışını geri qaytarmalıyıq. Deyirdilər ki, qədimdə daş qoyub yurt salan adamın gözəl bir qızı varmış.
İndi bizdən nə istəyir? Yanlış istəyir. Birinci ona diqqət yetirək. Mübtəda əvəzliklə tamamlıqlardan biri ismi birləşmə ilə ifadə olunubdur. Gəlin baxaq görək. Nə edirdi? Deyirdi. Kim deyirdi? O. Doğma torpaqlarımızı unutmamalı, onun hər qarşını geri qaytarmalı. Mübtəda əvəzliklə ifadə olunub. Tamamlıqlardan biri isə ismi birləşmə ilə ifadə olunubdur. Nə etməliyik? Qaytarmalıyıq. Nəyi qaytarmalıyıq? Onun hər qarışını geriyə qaytarmalı. Deməli, tamamlıq həqiqətən ismi birləşmə ilə ifadə olunub, mübtəda əvəzliklə. Bu doğru fikirdir. Biri çıxaq. Bizdən nə istəyir? Bizdən yanlışlar istəyir. 2-yə baxırıq. Nümunədəki 2 də birinci cümlə haqqındadır. Nümunədəki xəbərlər eyni zamanda, eyni şəkildə olan feillərlə ifadə olunubdur. Deyirdi, indiki zamandadır, unutmamalı, eyni şəkildə deyil, unutmamalı, biri xəbər şəklindədir, biri vacib şəklindədir. Deməli, 2 səhvdir, 2-ni götürürük. Baxırıq 3-ə. 3 verilib ortada. İndi 3-cü cümləyə baxaq. Deyirdilər ki, qədimdə hər ikisi tabel mürəkkəb cümlədir. Baş cümlənin xəbəri idi köməkçi sözü ilə işlənmiş indiki zamanda olan sadə feildir. İndiki zamanda olan sadə feildir. Deyir, deyirdilər. Aha, bu 3-cü fikir doğru fikirdir. 3-ü çıxırıq və bizdən səhv istəyir. 4-ə baxırıq. Deyir, zərflik və təyinin ifadə vasitəsi eyni nitq hissəsinə aiddir. Baxaq görək, 4-ü də ortada verib. Həmişə deyirdi, həmişə zərfdir. Birincidə doğmadakı sifətdir. Elə buradan görürük ki, eyni deyil. 4 də səhvdir. 4-ü də götürürük. Qaldı 5 ilə 6. Əsas tərəfi feili sifətlə ifadə olunan feili birləşmə cümlənin təyinidir. Bunu ikinciyə veribdir. Əsas tərəfi feili sifətlə ifadə olunan feili birləşmə cümlənin təyinidir. Daş qoyub yurt salan. Aha, bu 5 düzdür. Həm baş, həm də budaq cümlə mübtədası buraxılmış müəyyən şəxsli cümlədir. Deyirdilər ki, qədimdə daş qoyub yurt salan adamın gözəl bir qızı varmış. Varmış. Nə varmış? Adamın gözəl bir qızı. Axı bunun mübtədası var. Buraxılmayıb axı mübtədası. Bu da deyir ki, mübtədası da buraxılıbdır. Ona görə 6 da səhvdir. 2, 4, 6 cavabımız olacaq A variantı. Keçirik 17-ci suala. Cümlənin şəxsə görə növü hansı bənddə düzgün verilibdir? Bütün məclislərdə onun qəhrəmanlığından bəhs edilir. Bəhs edilir. Nədən? Onun qəhrəmanlığından harda məclislərdə, hansı məclislərdə? Bütün məclislərdə. Və gördüyümüz kimi bəhs edilir. Şəxsiz növdə olan feil var. Üstəgəl mübtəda yoxdur və bərpa da etmək olmur. Bu şəxsiz növdə olan cümləmizdir. Bütün məclislərdə onun qəhrəmanlığından bəhs edirlər. Kim bəhs edir? Onlar bəhs edir. Görsüz xəbəri 3-cü şəxsin cəmindədir. Müəyyən bir qrupa aiddir. Cavabımız olacaq B variantı. Keçək, cərgələrdən birində bütün sözlərin yazılışı səhvdir. Pedaqoq düzdür. 2 səhvdir. Səhv. Bu pedaqoq düzdür, amma 2 olmalıdır. Səhv olmalıdır. Burada da hamısının səhv olduğunu istəyir. Lampa, zəmbil, macəra sözü səhvdir. B-ni çıxırıq. Püxtələşmək. Burada T olmalıdır. Referat olmalıdır. E olmalıdır. Doğru. Nüxsə yox, nüsxə olmalıdır. Cavabımız olacaq elə C variantı. Keçək növbəti sualımıza. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, Şuşanın düşmən işğalından xilas edilməsi müharibənin taleyində həlledici rol oynamışdı cümləsi ilə bağlı doğru fikri müəyyən edin. Deməli, məndən nə istəyir? Doğrunu istəyir. Xüsusi isimlərin hər ikisi ismi birləşmənin asıl tərəfidir. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, Şuşanın düşmən işğalından xilas edilməsi müharibənin taleyində həlledici rol oynamışdı. Həlledici nə edib rol oynayıb? Necə rol oynayıbdır həlledici? Nə həlledici rol oynayıbdır? Qələbələr. Hansı qələbələr? Azərbaycanın hərbi sahədə qazandığı qələbələr. Burada baxın, qələbələr. Hansı qələbələr? Azərbaycanın hərbi sahədə qazandığı. Bu təyinimizdir. Sonra Şuşanın düşməndən xilas edilməsində müharibənin taleyində həlledici rol oynayıb. Nədə həlledici rol oynayıb? Müharibənin taleyində nədə həlledici rol oynayıbdır? Şuşanın düşmən işğalından azad, daha doğrusu Şuşanın düşmən işğalından xilas edilməsi nə
həlici rol oynayıb. Şuşanın düşmən işğalından azad edilməsi bizim mübtədamız nədə rol oynayıbdır? Müharibənin taleyində. Bu da tamamlığımızda, həlledici də bizim zərfliyimizdir. Deyir, xüsusi isimlərin hər ikisi ismi birləşmənin aslı tərəfidir. Şuşanın və Azərbaycanın, xeyr, yanlışdır, A-nı çıxırıq. Xəbəri məlum növdə olan feillə ifadə olunmuş köməkçi sözlər işlənmişdir. Məlum növdə olan feillə ifadə olunmuş köməkçi sözlər işlənmişdir. Köməkçi sözlərimiz A-nı rol oynamışdır. Köməkçi söz məsələn heç burada xəbərdə yoxdur. Bir qrammatik əsasdan ibarətdir. Bir qrammatik əsas, yəni sadə cümlə olması, bir xəbər, bir mübtədamızın olması. Həqiqətən bir qrammatik əsasımızı gördük. C doğrudur. Altına xətt çəkilmiş sözü qismət sözü ilə əvəz edilsə, leksik norma pozular. Müharibənin qismətində həlledici rol oynayıb, təbii ki, yanlışdır. Müharibənin taleyi leksik normanı pozmuş olarıq. Bu da deyir pozulmaz. Sonra keçək Ermənistan öz məğlubiyyətini etiraf etməsi və prosesin kapitulyasiyası ilə nəticələnməsi tarixi zəfərin nümayiş etdirilməsinə səbəb oldu. Cümləsinin sintaktik təhlili eynidir. Baxın, şagirdimiz təhlil edibdir. Etməsi birinci mübtəda. Aha, eyni deyil. Y variantında çıxırıq. Şagirdlər durmadan nəticələrinə görə zəng vururlar. Tez izah edeyim. Zərflərin məna növlərinə görə ardıcılığı müəyyən edin. O ətrafına baxa-baxa ora-bura vurnuxurdu. Baxın, zərflə bağlı hər il demək olar sualımız düşür. Ora-bura nədir? Yer zərfidir. Deməli, birinci 3 gələcək. Bərq tufan güclə sezilirdi. Necə? Güclə tərz hərəkətli 1 gələcək. 1-ə 5 artdı. Bu bizim kəmiyyət miqdarımızdır. 4 gələcək. Gec tez əzəli torpaqlarımız düşmən tapdağından azad olunacaq. Nə zaman? Gec tez. Bu da zamandır. Sonra da 2 gələcək. Və 3, 1, 4, 2 cavabımız D variantı doğrudur. Keçək növbəti suala. Dünyada sədaqəti, birlik və qardaşlığı bütün xalqlar, millətlər bərqərar etməlidir. Bərqərar etməlidir. Kim bərqərar etməlidir? Xalqlar. Kim bərqərar etməlidir? Millətlər. Həmcins mübtədalarımız var. Nəyi? Qardaşlığı, nəyi birliyi, nəyi səadəti? Harda dünyada? Sintaktik təhlilimizi düz eləyibdir. Tamamlıqla mübtədamızın həmcinsliyi var. Cavabımız olur D variantı. Keçirik 22-ci suala. Verilmiş cümlələrə əsasən Eyler-Venn diaqramındakı doğru fikirləri müəyyən edin. Ucsuz bucaqsız tarlalar, biçənəklər, yaşıl yamaclar bir-birini əvəz edirdi. Axşam günəşin işıqlarını əks etdirən asfalt yolla bir neçə maşın gəlirdi. Birinciyə baxaq. Deyir ki, düzəltmə isimlərdən biri feildən, digəri isimdən yaranmışdı. Düzəltmə isimlərdən. Burada biçənək sözüdür düzəltmə isimimiz. Tarla sadədir. Yoncadan yoncalıqdır. Düzəltmə isimlərdən biri feildən, digəri isimdən yaranmışdır. O birisinə baxaq. Axşam günəşinin işıqlarını əks etdirən asfalt yolla bir neçə maşın gəlirdi. İkinci cümləmizdə maşındır, asfaltdır, yoldur, bizim isimlərimiz, işıqlardır, günəşdir. Gördüyümüz kimi bu hamısı sadədir. Birinci cümləmizə diqqət yetirəndə burada. Birinci cümləmizdə də bircə saniyə düzəltmə isimlərdən biri feildən, biçməkdən, biçənək, digəri isimdən yaranıb. Yonca, yoncalıq. Bir, əslində doğrudur. Bir saniyə bu sizlərə baxaq görək. Sadə, bir doğrudur. Əslində 2. Sadə və düzəltmə sifətlər işlənibdir. Sadə, bir də düzəltmə sifətlər işlənibdir. Baxaq görək. Yaşıl sadədir. Ucsuz bucaqsız da mürəkkəbdir. Sadə və düzəltmə sifət işlənib. 2 yanlışdır birinci cümlə haqqında. Ucsuz bucaqsız tarla. Ucsuz bucaqsız mürəkkəbdir. Yaşıldakı sadədir. Bu da deyir sadə və düzəltmə sifət işlənibdir. Bu yanlış fikirdir. Sadə və mürəkkəb işlənibdir. 2 yanlışdır. 2 yanlışdırsa 2-ləri çıxırıq. Deməli B gedir, C gedir, Y gedir. 2-ləri çıxıram. Daha sonra baxırıq. Biri götürmüşük düz olaraq. 3-ə baxaq. Hal şəkilçili isimlər cəm şəkilçisi də qəbul etmişdi. Hal şəkilçili. Hal şəkilçili yoncalıqlar burada
İkisinə də aidliyini deyir. Doğru deyil. Çünki baxın tarladır, biçənəkdir. Heç A şəkilçisi qəbul etməyib. 3-ü çıxırıq. 3 yanlışdır. 4-ə baxaq gəlin. 4-ü ortaq veribdir. Şəxsə və kəmiyyətə görə dəyişən feil indiki zamandadır. Əvəz edir indiki zaman, gəlir indiki zaman. 4 də doğrudur. 4-ü də götürürük. 5-ə baxaq. Ayrı yazılan 2 mürəkkəb söz işlənmişdir. Ayrı yazılan 2 mürəkkəb söz işlənmişdir. Bir neçə maşın gəlirdi. Əks etdirən bir neçə. İkinci haqqında veriblər. Doğrudur. 5-i də götürürəm. Sifət və zərf işlənməmişdir. 6-cı fikir. Sifətlə zərf işlənməmişdir. Axşam günəşi. Sifət baxaq görək. Əks etdirən asfalt burada bizi çaşdırmasın. İsimdir. 6 da düzdür. 1, 4, 5, 6. Cavabımız olacaq A variantı. Aha, davam edirik növbəti sualla. Deyir, nümunədəki feillərə əsasən düzgün fikirləri müəyyən edin. Könül bir quşdur ki, sevməz əsarət, daim çırpınır, istəyir hürriyyət. Baxın, sevməz, nə etməz, sevməz, qeyri-qəti gələcək zamanda və inkardadır. Daim çırpınır və istəyir. Bizim 3 dənə feilimiz var. Deyir, bütün feillər xəbər şəklində indiki zamandadır. Sevməz dedik, qeyri-qəti gələcəkdir. Biri çıxırıq. Feillərdən biri qayıdış, ikisi məlum növdədir. İstəyir, sadə feil məlum, sevməz məlum, çırpınır. Çırpmaqdan çırpınmaq. Bu qayıdışdır. Könül özü çırpınır. Ona görə 2 tamamilə doğru. Çırpınır, qayıdış. Bu ikisi məlumdur. Bütün feillərin tərkibində 2 şəkilçi var. Bütün feil istəyirdə axı bircə dənədir şəkilçi. 3-ü çıxırıq. Feillərdən heç birinin kökü amonim deyil. Sev sözü, çırpmaq sözü, istəmək sözü. Amonim deyil, düz deyir. 4-ü götürəcəm. Məlum növdə olan feillərdən biri sadə, digəri düzəltmədir. Xeyr, ikisi də dedik ki, sadədir. 5-i çıxırıq. Feillərdən biri inkarda, sevməz inkardadır. Çırpınırla istəyir, təsdiqdədir. 2, 4, 6 cavabımız olacaq bu variant. 24-də. Cümlələrə əsasən doğru fikirləri müəyyən edin. Günəş qalxıb dağları, meşələri brilyant kimi şəffaf işığa qərq etdi. Sanki günəşdən qaçan süd kimi ağ duman layları sürətlə qərbə tərəf sürünürdü. İndi baxaq, hər iki cümləyə əsasən biz doğru fikirləri müəyyən etməliyik. Aha, hər iki cümlədə həm şəxsə, həm kəmiyyətə görə dəyişə bilən, həm də dəyişə bilməyən feil işlənibdir. Bu doğrudur. Aha, bu doğru fikirdir. Deməli, birincini götürürəm. Çünki ikisində də təsriflənən feil də var, təsriflənməyən feil də var, düzdürmü? İkinci cümlədə qayıdış növdə olan feil keçmiş zamandadır. İkinci cümlədə qayıdış növdə olan keçmiş yox, indiki zamandadır. 2-ni çıxırıq. Hər iki cümlənin qrammatik əsası təşkil edən üzvlər söz birləşməsindən ifadə olunubdur. Günəş qalxıb dağları, meşələr brilyant kimi şəffaf işığa qərq etdi. Qərq etdi nə günəşdir? Qrammatik əsasını təşkil edən söz birləşməsi. Axı söz birləşməsi deyil, günəş. 3-ü çıxırsan o dəqiqə. Birinci cümlədə işlənən bütün sözlərin quruluşca növü eynidir. Işığa qərq etdi. Qərq etdi axı mürəkkəbdir. 4-ü də çıxıram. İkinci cümlədə həm zərf, həm də zərflik işlənibdir. Sürətlə qərbə tərəf sürünürdü. Zərfdir, eyni zamanda nə edirdi? Sürünürdü. Necə sürünürdü? Sürətlə. Zərfdir, tərz hərəkət zərfliyinə də ifadə olunubdur. 5 doğrudur. İkinci cümlədəki düzəltmə sözlərin hər biri fərqli nitq hissəsidir. Düzəltmə sözlərin hər biri fərqli nitq hissəsi. Sürətlə düzəltmədir. Sürmək, sürünmək. Aha, bu da bu feilimiz və zərfimiz. İkisi də düzəltmədir və quruluşca fərqlidir. 1, 5, 6 cavabımız olacaq. Belə keçək 25-ci suala. 25-də bizdən nə istəyir şərtdə? Uyğun fikirlər istəyir. Yamaçlar təzə açılan bahar çiçəkləri ilə dolu idi. Dolu idi nə yamaçlar, nə ilə? Bahar çiçəkləri ilə. Hansı bahar çiçəkləri təzə açılan? Sintaktik təhlilimiz doğrudur. Külək güllə kimi vıyıldayaraq ağacların budaqlarını onun üzünə çırpırdı. Çırpırdı nə? Külək mübtədamız. Nəyə? Onun üzünə nəyi? Ağacın budaqlarını necə güllə kimi vıyıldayaraq. Bu da tərz hərəkət zərfliyimiz. Feili bağlama tərkibindən ifadə olunubdur.
İndi birinci cümləyə aid doğru, ikinci cümləyə aid buradan yanlışları biz seçməliyik. Bütün cümlə üzvləri bir-birlə sintaktik əlaqədədir. Biz bilirik ki, mübtəda ilə tamamlıq arasında əlaqədən söhbət gedə bilməz. Ona görə biri çıxırıq. Çünki mübtəda tamamlıq nətər əlaqədə olsun. Xəbər sifət dolu idi, sifətdir. Təyin isə fe'l sifət tərkibi ilə təzə açılan, düzdür. Təzə açılan fe'l sifət tərkibindən ifadə olunubdur. 2 dübbələm düz götürəcəm. Üçüncüyə baxırıq. Qoşma ilə işlənmiş söz müstəqil cümlə üzvüdür və xəbərlə birbaşa qrammatik əlaqədədir. Qoşma ilə işlənmiş söz güllə kimi, axı güllə kimi vıyıldayaraq, bu müstəqil deyil, vıyıldayarağın aslı tərəfi mövqeyindədir. Ona görə 3 yanlışdır, 3'ü götürürük. Tamamlıqlar ismi birləşmə ilə ifadə olunubdur. Deməli, ağacların budaqlarını onun üzünə. Vasitəli, vasitəsiz tamamlıqlarımız var. İkisi də ismi birləşmə ilə ifadə olunub. 4 doğrudur və biz buradan yanlışı tapmalıyıq deyə 4'ü çıxırıq. Hər iki cümləyə aid ortaq doğru fikir istənilir bizdən. Mübtədanın ifadə vasitəsi isimdir. Külək, burada da yamaçlar. Mübtədanın ifadə vasitəsi isimli, ikisində də 5'i götürürəm. Bütün ikinci dərəcəli üzvlər işlənibdir. Birincidə məsələn zərflik yox idi, düzdür. Ona görə 6'ını da çıxırıq. 2, 3, 2, 3, 5 cavabımız olacaq. Bax bu cür. Afərin, doğru yazıb şagirdimizdən. Hansı cümlələrin tərkibində qrammatik mənası müxtəlif cür düşünülə bilən sözdür. Bu tipli çox test işləmişdik. Durğu şairlərini də özü buraxıblar. Biri var nə maraqlıdır əvəzlik kimi. Bir də deyirəm nə maraqlıdır ədat kimi. 2 cür düşünə bildik. Biri götürdük. Nə yaxşı insandır. Bunu nə yaxşı insandır əvəzlik kimi düşünə bilmərik. Ədat kimi düşünərik ancaq. 2'ni çıxaq. Ancaq sən bu suala cavab vermədin. Yalnız sən bu suala cavab vermədin. Bir də var amma sən bu suala cavab vermədin. Bağlayıcı ədat hər ikisi kimi düşünmək olar. Elə oturmuşdu ki narahat olmağa başladıq. Elə oturmuşdu ki, elə indi oturmuşdu ki, narahat olmağa başladıq. Ədat, bir də necə oturmuşdu, elə oturmuşdu əvəzlik kimi. Deməli 4'ü də götürürük, 3'ü də, biri də. Bizdən sonra danışar, bizdən sonra danışar. Bizdən sonra danışar, bu necə götürə bilərik? Yəni biz danışandan sonra danışar. Biz də bizdən sonra qoşma kimi düşünə bilərik. Bir də var, bizdən sonra, yəni bizdən sonra danışar, bir də zərf kimi düşünə bilərik. Deməli 5'i də 2 cür düşündük. Bu hadisə yaydan əvvəl baş verib. Yaydan əvvəl ancaq qoşma kimi düşünürəm, başqa cür mümkün deyil. Deməli 1, 3, 4, 5 cavabımız olacaq. Bax bu cür. Keçək frazeoloji birləşmənin sinonimi ilə bağlı uyğunluq. Rahat sual idi bu. Boynundan atmaq yaxasını kənara çəkməkdir. 1'ə D gedəcək. Cin atına minmək nə deməkdir? Əsəbləşmək mənasında, yəni zəncir çeynəmək, bir də hirsi başına vurmaq. Bu Dədə Qorqud Koroğluda var idi, zəncir çeynəmə ifadəsi. Sonra gözünü çülüfürmək. Gözünü çülüfürmək də nə deməkdir? Kimisə aldatmaq mənasında, yəni gözdən pərdə asmaq mənasında. 3'ə də A gedəcək. 1'ə D, 2'yə B-yə, 3'ə isə doğru cavablarımız dübbələm düz. Bizim şagirdimizin ümumiyyətlə səhvi yoxdur. Afərin Sevinç. Situasiya suallarının izahını paylaşmıram. Situasiyamızda da bir problem yoxdur. İndi yəqin ki cavablarda da demin cavabları paylaşılacaq. Orada da baxarsınız. 30'a 30. Afərin Sevinç. Çox gözəl yazmısan. Hər birinizə uğurlar arzulayıram. İnşallah siz də gözəl yazmısınız şagirdlər. İndi isə ədəbiyyat testlərinin izahını paylaşacağım sizinlə. Sağ olun, hələlik.